Bugün Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunan ərazilərimizdə böyük qayıdış proqramı çərçivəsində Nazirliyin nəzdində olan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun böyük bir kollektivi ilə, həkim kollektivi ilə birlikdə Ağdərə rayonunun Talış kəndində yerləşən 20 nəfərlik ailə ilə görüşəcəyik, yəni aksiya keçiririk. Artıq demək olar ki, aksiyamız başlayıbdır. Səhər tezdəndən xəstələr, yəni pasientlərimiz müraciət edirlər. Biz burada müayinələr və gərəkli olan müalicələrin aparılmasına başlamışıq. Belə ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim kollektivinin içərisində aksiyada nevroloqlar, revmatoloqlar, artroloqlar, fizioterapevt və reabilitoloqlardan ibarət olan bu kollektivin içərisində nevroloqlarımızın həm elektromioqrafiya cihazından, yəni müayinələr zamanı, həm də elektroensefaloqramma müayinə üsulundan istifadə etmişik. Bu müayinələr aparılan zaman yerində olaraq xəstələrə müvafiq konservativ müalicələr yazılmış, tətbiq olunmuş və eyni zamanda fizioterapevt və reabilitoloqlar tərəfindən yerində xüsusi müayinə metodlarından istifadə edərək müalicələrin bir hissəsi aparılmışdır. Aksiyalar zamanı, yəni Nazirliyin təşkilatçılığı ilə aparılan bu aksiyalar zamanı təkcə müalicələr, müayinələr deyil, eyni zamanda bizim xalqımızın yenidən burada köçməsi, bərpa olunması zamanı onların həm sağlamlığının qorunmasında, həm də sağlamlıqlarının bərqərar olması üçün onlara maarifləndirici söhbətlər aparılmışdır. Çox bizim üçün xoşdur ki, bugün bu gözəl bizim ərazimizdəyik və bu işğaldan təmizlənmiş, işğaldan azad olunmuş ərazilərimizdə xalqımızın sağlamlığı keşiyində durmuşuq.